Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün həmişəki kimi nə bişirim deyə fikirləşirdim. Ağlıma da heç nə gəlmirdi. Bilirəm, bu bütün xanımların ümumi dərdidir. Evdə ət olanda belə nə bişirim deyə dolaşırıq. Ət olmayanda isə heç danışmağına belə dəyməz. Uzun-uzadı fikirləşəndən sonra qərara gəldim ki, çiftə bişirim. Onu da qeyd eləmək istəyirəm ki, əsl çiftə indi hazırlayacağım kimidir deyə bir iddiam yoxdur. Əsl çiftə də bişirib paylaşacağam inşallah, amma bu dəfə şəki üslubunda bişirdiyim çiftədir. Gördüyünüz bütün ərzaqları bir qaba yerləşdirib, üzərinə ədviyyatları vurub yaxşı-yaxşı yoğururam. Küftələr hazır olduqdan sonra soyuducuya 1 ya 2 saatlığına dincəlməyə qoyuram. Bu arada qazana yağ əlavə edirəm. Yağ ərdikdən sonra soğanı da əlavə edib, soğanın rəngi saralana kimi qovururam. Bəzi hallarda isə sadəcə suyu qaynadıqdan sonra küftələri tökürəm. Bu dəfə belə etmək istədim. Soğana da ədviyyatları, duzu, istiyotu tökürəm. Soğan yaxşı qovrulduqdan sonra suyunu da əlavə edib qaynamağa qoyuram. Su qaynayanda küftələri, kartofu, noxudu töküb pişməyini gözləyirəm. Və budur artıq mənim küftələrim pişir.